Çoxumuzun sevə-sevə izlədiyi filmlərdən biri olan Aşıqsan filmi haqqında maraqlı faktlardan birini təqdim edirik. Film 90-cı illərin baxılan filmlərindən biri kimi sayılır. Filmdə Deniz rolunu canlandıran Hülya Avşar bu filmə çəkilməmişdən əvvəl çox məşhur idi. Həm də bu filmə çəkilməsi çox qəribə olur. Deməli, filmin rejissoru olan İbrahim Tatlıses filmə əvvəlcə Perihan savaşı çəkmək istəmişdi. Amma Perihanın İbrahimlə mübahisəsi yaranır və İbrahim onu filmə çəkmir. Nəticədə rol Hülya Avşara təqdim edilir. Hülya Avşar daha sonralar öz müsahibəsində bildirib ki, bu film mənim üçün ən yadda qalan filmlərdən biri kimi oldu. Həmçinin filmin final səhnəsi. Əziz dostlar, bu filmin final səhnəsində Hülya Avşar elə ağlayıb ki, çəkilişdən sonra İbrahim Tatlıses zarafatca Hülyaya deyib ki, gör həqiqətən də həyatda ölsəm necə ağlayarsan. Film uğurlu alınır və İbrahim Tatlıseslə Hülya Avşar ilin ən yaxşı cütlük nominasiyasını qazanırlar.